təəssürat bildirirlər. Onlara müraciətlə deyirəm. Sənə isə uğurlar arzulayıram. Söz məsələlərinə diqqət ver. Çünki əsasən zil pərdələrdə sözün demək olar ki, hiss olunmur. Bunun üzərində işlə. Qalan inşallah ki, qarşılığı irəliləyiş görəcəyik. Və 9 bala dəyərləndirdik müəllimdə. İndi ekranda nəticələri görəcəyik. 63 bal topladı bizim gənc xanəndəmiz. Əslində qalsa oturuşu da elədir ki, sanki bir bəy kimi əyləşmişdir və doğrudan da çox böyük bir ürəyə sahibdir. Uğurlar diləyirəm sənə və yola salıram səni gözləmə otağına. Dəyərli izləyicilərimiz, dünyada yaşayan soydaşlarımız bilirəm ki, çox böyük bir həyəcanla bizi izləyirsiniz. Ən azı bizə yazılan məktublardan bu artıq bəllidir. Bucaq dolusu salamlarımızı göndəririk sizə və təbii ki, yarışmamızı davam etdiririk. Çünki bugün ikinci onluğa daxil olan iştirakçılarımız əyləşəcəklər və azyaşlılar, eləcə də gənc xanımlar dinləyəcək. Növbədə kim var? Təbii ki, bağlanacaq gözləmə otağına və Mümtaz. Buyurun, söz sizdə. Teşekkür edirik Xədicə, daha bir az yaşlı və daha bir Yusif adaşı və amma Sadıqovdur. Yusif Sadıqova sonra səhnəyə gələcək, necə hazırlaşıb, nə ifa edəcək, Yusifin özündən öyrənək. Yusif, axşamınız xeyir olsun. Necəsiz? Mən də ilk öncə hər kəs salamlayıram, dəyərli müsiblərimiz başda olmaqla. Mən bugün mahur təsvirini ifa edəcəm. Necə hazırlaşmışsınız? Yaxşı. Onda gedin, yaxşı ifa edin və yaxşı qanallar alın sizə. Uğurlar arzulayın. Yansın da tutsun. Если вы ищете недвижимость или инвестиции вне России, но не знаете, куда можно обратиться, то представляю... Bu şey var mı? Yapraklı şey var. Koşa bakın şey.